vaxtdan başlayır, nə vaxt bitir? Ayın mayın 10-undan Yox, o başlayır heç. amma iyunun 10-una dək təmiz hava aylığı ilə bağlı avtomobillərdə çıxan dəm qazları yoxlama ayıdır. Bu da nə ilə bağlıdır? Yol polisi tərəfindən stasionar postlarda da ola bilər. Bu adi hər hansı bir prospektlərin kənarında, alternativ yollarda da ola bilər. Hər yerdə yoxlaya bilərlər. Yəni bunun məhz yoxlanma yeri yoxdur ki, məhz bu postdan keçəndə yoxlamalıdır. Hər bir rayon ərazisi var. Bir boşluq tapıb, sərbəst bir yer tapıb avtomobillərin qaz analizatorunun avtomobildən çıxan dəm qazlarını yoxlamaq yerləri var, səlahiyyətləri var. Yəni bu da nə zamanlar olur? Ayın 10-undan, mayın 10-undan iyunun 10-una dək. Amma ki, sən bayaq vurğuladın, ekologiya postunda, amma ilin hər zamanında şübhələndiyi avtomobil, əgər havanı çirkləndirən avtomobilləri hər an çəkib kənarda həmin posta yoxlamaqlarına icazə var. Amma bu aylarda mayın 10-undan iyunun 10-una dək hər bir rayonlarımızda, hər bir də yox, əksəriyyət rayonlarımızda bu yoxlamalar aparılır və o cümlədən də bizim də avtomobillər əgər həmin yoxlamaya düşəriksə, həmin reytlərdə iştirak edəriksə, bizim də avtomobillər yoxlanılacaq. Dəm qazı normadan artıqdırsa, karbomonoksitlər dəm qazında çoxdursa, birbaşa cərimə yazılacaq. Bu cərimədə dəyərdəki miqdarda 50 manat dəyərindədir. Bu da hansı nə zaman olmalıdır amal? Bax, sizə ən azından bir ipucuları verim ki, burada havanın hansı şəraitində yoxlama. Bu qış aylarında niyə salmırlar? Məhz mayın 10-una, iyunun 10-una salırlar amal. Görsən, burada fərq var. Nəyə görə? Avtomobil soyuq aylarında pasot çəkir, düzdür? Avtopasot çəkir. Avtopasot çəkəndə nə edir? Dəm qazında baqat simez, yəni zəngin yanacaq qarışımı gedir. Bunu da ona görə salıblar ki, maydan iyun aylarına ki, hava şəraiti necə olmalıdır? 10 və 35 dərəcə aralığında olmalıdır ki, həmin bu dəm qazının yoxlanması həyata keçsin. Gördün amma, burada incə məqamları var və bir də hansı avtomobillərə necə yoxlamalıdır? 1986-cı ilə qədər olan avtomobillərdə, yəni Avro standartlarına cavab verməyən bir avtomobillərdə olmalıdır. Yəni dəm qazının, karbonmonoksidin dərəcəsi olmalıdır 4,5 və 3,5 olmalıdır ki, ondan artıq olarsa cərimə yazılacaq 86-cı ildən aşağı olan avtomobillər. Amma gəldik Avro standartlara, 90-cı illərə gəldiksə, Avro 2 standartlarına olan avtomobillərdə 0,3-0,5% bəli, karbon monoksid qazının yəni olsa, ondan artıq olarsa cərimə yazılacaq. Keçək Avro 3 standartlarına. Avro 3 standartlarına 0,2-0,3 gördün. Hələ Avro 2-dən söhbət gedir. Amma bunun Avro 3-ü var, Avro 4-ü var. Bugünkü günlərdə Avro 5-ləri var. Bunlar da necə tənzimlənir amal? Mən sizə deyim ki, nə edirsən? Ən birinci yol polisi saxlayır sizi avtomobili kənarda. Avtomobili mühərrik mütləq qızmalıdır. Qızma anında birinci nə edirsən? Mühərriyin 2500-3500 dövrlər sayında içəridə sürücü oturur. Qazı sıxır, saxlayır. Yəni taxometr 2500-3500 dövrlər sayında 15 saniyə belənsinə saxlamalıdır. Bunu hər bir sürücünün nəzərinə çatdırıram və dövlət yol polisi tərəfindən yoxlama anı belə olmalıdır. Yəni rəsmi qaydası budur. Saxlayırsan 15 saniyə. 15 saniyədən sonra ayağı qazdan çəkirsən, ikinci dəfə qayağı qaza sıxıb saxlayırsan 1100 dövrlər sayına. Yəni birinci bir yazılı birə qədər saxlayırsan elənsinə 30 saniyə belənsinə saxlayırsan. 30 saniyə ərzində dövlət yol polisi tərəfindən analizator qurğusu tərəfindən dəm qazının, çıxan qazların, yəni karbonmonoksidlər orada artıq yoxlanmağa başlayır. Orada da yoxlanmada da həmin bayaq mən vurğuladığım ölçülərdən artıq olarsa birbaşa bu nə olmalıdır? Cərimə yazılmalıdır. İndi bayaq sizə vurğuladım ki, amma hansı avtomobillərə cərimə yazmaq olmaz? Cərimə yazmaq heç yol polisi tərəfindən həmin o reyddə iştirak edə bilməzlər. Kimlərdir? Yeni avtomobillər. 3000 kilometrə getmiş avtomobillər həmin yoxlamada iştirak edə bilməzlər. Yəni hər bir halda yol polisi tərəfindən baxdı ki, 24-cü, 25-ci ilin avtomobildə gəlib yürüyüşə baxacaq, 3001 kilometr getsə, həmin qaz analizatorunun bunun dəm qazı yoxlanılacaq. Həmin bu karbonmonoksid yoxlanılacaq. Əgər 3000 kilometrdən az gedibsə, yol polisinin onu yoxlamağa ixtiyarı yoxdur. Yəni yeni avtomobil. Bəli, yeni avtomobil. Hansı rayon? Burada da yazır ki, avtomobilin şəhər içərisində işlədən avtomobillərin yanacaq sərfiyyatı ilə
dağlıq rayonlarda yanacaq sərfiyyatı işlədən avtomobillərin sərfiyyatı fərqlidir amma. Bəli. Bu paytaxtda əgər 10 litr işlədirsə, həmin o havasızlıq, yüksəklik olan yerlərdə 10 litr paytaxtdadırsa, həmin ucqar rayonlarımızda 12 litr işlədir amma. Yəni 2 litr artırır. Aysə o da nəyə görədir? Yəni avtopasos bunu yanacağını artırır ki, orada havasızlıq olduğuna görə. Havasızlıq da ən yüksək zonalarda hardan olmalıdır? 690-790 millimetrə qədər olan atmosfer təzyiqində ona qədər yoxlamaq olar. Ondan artıqsa həmin bölgədə həmin bu yoxlama anı aparıla bilməz. Aparıla bilməyəndə də nə olur? Nə olur? Həmin avtomobilin texniki baxışdan keçməsi kağızını, yəni qəbzini tələb edirlər. İndi bort kompüter sistemidir. Anında baxır, avtomobilin nömrəsini baxır, bəli, yol patrul xidməti baxır. Həmin texniki baxışdan keçibsə, demək orada qaz analizatorla bu yoxlanıbdır. Dəm qazı normadadır. Normada deyilsə, həmin onun portalında baxır, görür. Əgər baxarsa, orada əgər texniki baxışdan keçəndə deyiblərsə, bunun dəm qazında artıqlıq var. Sən bir il ərzində bunu get qaydaya qoy, düzdür? Sən gedib qoymamısan, deyibsən əşini olacaq, belənsini sürürəm. Amma həmin anda orada baxarlarsa, sənin avtomobilin orada sənin portalında yazılıb ki, bunun dəm qazı artıqdır, həmin texniki baxışdan keçəndə, sən onu aradan qaldırmayıbsınsa, orada sənə cərimə yaza bilərlər. Və bir də dəniz səviyyəsindən 800 metr yuxarıda olan hər hansı bir dağlıq rayonlarımızdan, elə en azından bayaq sən vururladın, hansı rayonlardan bir dənəsi? Lerik dedim mən. Ayçöp, Lerik. Lerik olsun, yardımlı olsun, və yaxud ki, Qəbələ olsun. Bax belə, ya Xınalıqda heç də, Xınalıqda da heç cürə yoxlama olmaz. Çünki 2370 metr yüksəkliyindədir. Yəni orada mümkündür. 800 metr yüksəklikdən yuxarıda olan rayonların mərkəzləri belə düşsə, orada yoxlamağa icazə yoxdur. Çünki burada avtopasos avtomobillərdə avtomatik olaraq çəkilir. Burada yanacaq sərfiyyatı daha da artır. Baqat smes yaranır. Qaz analizator yoxlayanda o müddətdir ki, bu çıxacaq. Faiz dərəcəsi hamısına artıq olacaq. Yəni bunları hər kəs bilsinlər, hər kəsin də nəzərinə çatdırım ki, yəni bunlar mütləq hər kəsin nəzərində olsun ki, yoxlama anında bunların hamısına diqqət edə bilərsiniz. Belə, aydındır amma sənə? Yəni kifayət qədər... Sənə aydınsa sürücülərimizə də aydındır. Yəni kifayət qədər ətraflı məlumat verdi Salisu. İndi bilmirəm, indi o rayonlarda, mən dediyim rayonlarda o yoxlamalar keçirilmir və yaxud da əgər keçirilirsə, artıq sürücülər irad bildirə bilərlər. İrad bildirə bilərlər, bəli, bəli. Yoxlamayın, bizdə yəni yüksəklikdir. Bəli, bir dənə də şeyi vurğulayım amma əgər həmin avtomobildə, həmin yoxlama anında jack engine-in işığı yanırsa, yəni injektorun işığı yanırsa, dövlət yol polisi tərəfindən həmin avtomobildə